Bağlar və parklar Azərbaycan mədəniyyətinin ayrılmaz hissəsidir. Bu ənənəyə aid gözəl bir parkımız Gəncənin mərkəzində yerləşən Xan bağı. Şəhərin müxtəlif dövrlərində dəyişikliklərə məruz qalan Xan bağının tarixi mənbələrdə fərqli adlarla qabağımıza çıxır. Bəzilərində Xan bağı, bəzilərində isə Sərdar bağı. Xan bağı SSR dövründə də Gəncə sakinləri üçün istirahət mərkəzinə çevrilmişdir. Bağda müxtəlif tədbirlər, bayram şənlikləri, hətta gördüyünüz bu yaşıl teatrda bir çox tamaşalar olmuşdur. Bağın tarixi əhəmiyyətini vurğulayan amillərdən biri isə Gəncə qalasını 16-cı əsrə aid olan bir parçasıdır. Və bu qala bürcü Gəncənin 1000 illik müdafiə qalasının son şahididir. Səssiz dayansa da, hər daxında şəhərin qəhrəmanlıq hekayəsi yaşayır. (1727-ci ilə aid Osmanlı mənbələrində Xan bağının sahəsi təxminən 130 hektar göstərilir. Hazırda bağın sahəsi 3 hektar olsa da, burada 79 növ yerli və introduksiya olunmuş dekorativ ağac və kol bitkiləri mövcuddur.